Yunanistan. Yunanistan Avropada Balkan yarımadasının cənubunda yerləşir. Dağlıq ölkədir. Aralıq, İon, Egey dənizləri ilə əhatə olunur və ölkənin təbii cəhətinə görə 3 hissəyə bölünür. Şimali Yunanistan, Orta Yunanistan və Cənubi Yunanistan. Şimali və Orta Yunanistanı dağlar ayırır. Burada Fermopil keçidi var. Cənubi Yunanistanı Orta Yunanistandan isə dəniz körfəzləri ayırır. Cənubi Yunanistan Peloponnes yarımadasında yerləşir. Ona görə Cənubi Yunanistanı həm də Peloponnesdə deyirlər. Dağlar dedik ki, ölkənin coğrafi cəhətdən çox olmağı ölkənin bölgüsünə də təsir edir. Yunanistan ona görə də xırda vilayətlərə bölünür. Yunanistanda əhali bütün ərazilərdə olduğu kimi əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olurlar. Avropada ilk dövlət eramızdan əvvəl 3-2 minlikdə Krit adasında yaranmışdır. Eynən Krit adasında əhali əkinçilik, maldarlıq, balıqçılıqla məşğul olmuşdur. Gəmçilik inkişaf etmişdir dənizlərlə əhatə olunduğuna görə. Və ona görə də burada böyük limanlar var. Misir, Finikiya, Babil o dövrün dövlətləri ilə ticarət əlaqələri saxlanılmışdır. Sənətkarlar tuncdan silah, qızıldan bəzək əşyaları hazırlamışdırlar. Möhtəşəm saraylar tikmiş, onların divarlarını freskalarla bəzənmişdilər. Freska divarda xam suvaq üzərində çəkilmiş şəkil deməkdir. Özlərinə məxsus yazıları olmuşdur. Krit mədəniyyəti eramızdan əvvəl 2-ci minilliyin ortalarında vulkan püskürməsi nəticəsində məhv olmuşdur. Deməli, Krit Avropanın ən qədim dövlətidir. Eramızdan əvvəl 3-2 minillikdə mövcud olmuşdur. Məhvi isə eramızdan əvvəl 2-ci minilliyin ortalarında vulkan püskürməsi nəticəsindədir. Yunanistanda digər bir mədəniyyət isə Mikena mədəniyyətidir. Krit mədəniyyəti Peloponnesdəki, yəni Cənubi Yunanistandakı Mikena mədəniyyətinə təsir göstərmişdir. Axey Yunanlar Krit mədəniyyətindən çox şey öyrənmişdirlər. Burada Akropol yuxarı şəhər deməkdir. Hündürtəpə üzərində ucaldılıb və bu Akropolda Şah Sarayı və adlı sanlı adamların evləri var. Sarayın yaxınlığında sərdabələr çapılırdı. Dəfn olunanların üzərinə qızıl maska taxılırdı. Akropol ətrafında, yəni yuxarı şəhərin ətrafında isə tacirlərin evləri, sənətkarların və əkinçilərin komaları yerləşirdi. Mikena Akropolun divarlarını Təpəgöz qalaları qurğuları adlandırırdılar. Təpəgöz qurğuları adlandırırdılar. Onlar fikirləşirdilər ki, bunları belə yalnız bu divarları Təpəgöz kimi nəhənglər tikə bilərlər. Krit mədəniyyətinin isə məhvi eramızdan əvvəl 2-ci minilliyin sonlarında şimaldan gələn Dori Yunan tayfaları məhv etmişdir Mikena mədəniyyətini. Deməli, Krit vulkan püskürməsi nəticəsindədir. Mikena isə Dorilərin hücumu nəticəsindədir. Gələk Yunanistan ərazisində şəhər dövlətlərin yaranmağına. Eramızdan əvvəl 8-ci əsrdən etibarən şəhər dövlətləri yaranırdı. Bunlardan ən qüdrətlisi, ən güclüsü Attikada Afina şəhəri idi. Burada da Akropol var idi. Akropolda adlı sanlı adamlar yaşayırdı. Bütün əhalisini özlərinə tabe etmişdirlər. Onlar öz idarə üsulunu aristokratiya, yaxşıların hakimiyyəti adlandırmışdırlar. Aristokratik sözü nəsli məlum olan zadəgan deməkdir. Attikanın yerdə qalan azad əhalisi demos adlanırdı. Burada azad əhali sözünə xüsusi diqqət edirik. Amforalar cildən hazırlanan 2 qulplu darboğazlı qablar demək idi. Bu qablarda şərab və zeytun yağı saxlanılırdı. Akropolun yaxınlığında Agora bazar meydanı
var idi. Akropol yuxarı şəhər, Agora isə bazar meydanı deməkdir. Eramızdan əvvəl 7-ci əsrdə Yunanistanda, Afinada gümüş pul kəsilirdi. Burada günəmuzçular var idi. Günəmuzçular gördükləri gündəlik işə görə haqq alan adamlardı. Ki bu öz təsərrüfatlarında çalışan adlı sanlı adamlar torpaq sahələri genişləndikcə onu becərmək üçün günəmuzçular tuturdular. Təsərrüfatın inkişafı, qulların sayının artması kəndlərin də vəziyyətini dəyişirdi. Məhsul az olan vaxtlarda yoxsul kəndlilər adlı sanlı adamlardan faizlə borc alırdılar. Borc verən kəndlinin torpaq sahəsinə borc daşı qoyulurdu. Nə qədər borc aldığı, nə vaxt qaytarmalı olduğu yazılırdı. Borcunu vaxtında qaytara bilməyən kəndlinin torpağı əlindən alınır, ailəsi ilə birlikdə qula çevrilirdi. Borc daşını da burada yadımızda saxladı. Eramızdan əvvəl 7-ci əsrdə belə bir vəziyyətdə Afinada bütün hakimiyyət Ağsaqqallar Şurasına məxsus idi. Ağsaqqallar Şurasının qəbul etdiyi qanunlar əsasında məhkəmə qurulurdu. Bu da əsasən adlı sanlı adamların, aristokratların həyatını və əmlakını qoruyurdu. Kiçik səhvə görə ölüm hökmü də verilirdi. Ona görə də demos, azad əhali bu qanunları mürəkkəblə deyil, qanla yazılmış qanunlar adlandırırlar. Bu qanunlar da Drakon qanunlarıdır. Əvvəllər Afinanı hökmdar idarə edirdi. Drakon qanunları oldu eramızdan əvvəl 7-ci əsrdə. Eramızdan əvvəl 7-ci əsrdə belə bir şəraitdə aristokratların hakimiyyətinə əsaslanan hakimiyyət oliqarxiyaya, azlığın hakimiyyətinə, yəni az, əsasən varların sayı az olurdu. Bütün vətəndaşların iştirak etdiyi xalq yığıncaqlarının səlahiyyətləri az idi, var idi, amma az idi. Yəni xalq yığıncağı olsa da vətəndaşların orada iştirakı, söz sahibliyi az idi. Demosların, zadəganların hakimiyyətlərindən narazı qalması onlar arasındakı mübarizəni kəskinləşdirdi. Bu dövrdə yoxsulların, demosun əsas tələbi Afinanın idarə olunmasında iştirak etmək, kəndlərə torpaq verilməsi, borcların ləğv edilməsi. Xalq üsyanından qorxan zadəganlar, aristokratlar demosa güzəştlər etdilər. Bu güzəşt edənlərdən biri, islahat keçirənlərdən biri eramızdan əvvəl 594-cü ildə Solon adlı aristokrat idi, islahatlar keçirdi. Və bu islahatlara əsasən kəndlərin borcları ləğv edildi, taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan edildi, borca görə qul edilən Afinalılar azad edildi, Afinalıların gələcəkdə borca görə qula çevrilməsi qadağan edildi. Attikanın yerli sakini olan bütün kişilər, burada bütün kişilər Afina dövlətinin vətəndaş hüququnu aldılar. Vətəndaş hüququ qanunla müəyyən edilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında vəzifələr daşıyan adamdır. İslahatlar nəticəsində Afina vətəndaşlarının hüquq və vəzifələri əmlakına uyğun müəyyən edilirdi. Bu sözə xüsusi diqqət edirik. Hüquq və vəzifələr əmlaka görə idi. Bunu yadımızda saxladıq. Yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilə bilməzlər. Çünki dedik ki, hüquq və vəzifələr onların əmlakına uyğun idi. Yəni, əmlak sensi var idi, belə desək. Və bu islahatlardan sonra tiraniya yarandı. Tiraniya aristokratlardan birinin zorla hakimiyyəti ələ keçirdi üçün belə adlanır. Yeni varlılar və aristokratlara borcu olanlar təbii ki, tiranları dəstəkləyirdilər. Amma tiranlıq Yunanların qanununun aliliyinə uyğun deyil idi. Və eramızdan əvvəl 6-cı əsrin sonunda Afinalılar üsyan edərək tiranlığa son qoydular. Deməli, Solon islahatından sonra tiranlıq yarandı. Eramızdan əvvəl 6-cı əsrin sonunda da tiranlığa son qoyuldu və xalq yığıncağına verildi qanunları müzakirə etmək və qəbul etmək səlahiyyəti. Xalq yığıncağı ali hakimiyyət orqanı oldu.
Eramızdan əvvəl 6-cı əsrin sonunda xalq yığıncağı ordu və donanmaya strateglər seçirdi. Strateglərin seçilməsi isə eramızdan əvvəl 6-cı əsrin sonu. Afina şəhər dövlətini öyrəndik. İndi isə digər şəhər dövlət Spartaya keçək. Biz dedik ki, Mikena mədəniyyətinə Dori Yunanlılar son qoymuşdu. Cənubi Yunanistana gəlib Lakonikanı işğal etdilər. Eramızdan əvvəl 2-ci minilliyin sonunda Sparta şəhərinin əsasını qoydular. Özlərini də Spartalılar adlandırdılar. Elə bu vaxtda da Afina yarananda da Sparta quldar dövləti yarandı. Eramızdan əvvəl 8-ci əsrdə. Əkin üçün torpaqlar Spartada az olmuşdur və koloniyalar salmamışdılar. Spartalılar əsasən işğalçı yürüşlər etmişdirlər və getdikləri ərazinin əhalisini qula çevirmişdirlər. Bunu yadımızda saxladıq. Və Spartalılar bütün Cənubi Yunanistanı özlərinə tabe etmişlər və Spartada qulları Hilot adlandırırdılar və Peloponnesin azad əhalisi Spartalılara vergi verirdi. Spartada idarə üsulu iki hökmdarın başçılıq etdiyi oliqarxiyanın da mənasını dediyi azlığın hakimiyyəti idi. Hökmdarlar müharibə vaxtı orduya rəhbərlik edirdilər. Ağsaqqallar şurası Afinada olduğu kimi Spartada da Ağsaqqallar şurası var. Qərarları hazırlayır, səs vermək üçün vətəndaşlardan ibarət xalq yığıncağına. Yəni Spartada xalq yığıncağı da var idi. Dövlətin sabitliyini qoruyub saxlamaq üçün yadellilərin Spartaya gəlməsinə və hərbi səbəblər istisna olmaqla Spartalıların xaricə getməsinə icazə verilmirdi. Spartalı kişilərin hamısı döyüşçü idi, yaxşı silahlanırdılar. Sparta ordusunun düzülüşü falanqa adlanırdı. Qanun onlara hərbi işdən başqa bir işlə məşğul olmağı qadağan edirdi. Falanqa Makedoniya və Yunanistanda piyada döyüşçülərin düzülüş qaydasıdır. Spartalı oğlanlar 7 yaşı tamam olduqdan sonra valideynlərindən alınıb məktəblərə verilir, hərb sənətinə uyğun yetişdirilirdi. Spartalılarda fəlsəfə, ədəbiyyat və incəsənətlə öyrənmək qadağan idi ki, çünki onlara təsir edə bilərdi, xasiyyətlərini, necə deyərlər, döyüşkən ruhlarını dəyişə bilərdi. Lakonik danışıq nə deməkdir? Spartalılar qısa və aydın danışırdılar, ona görə də lakonik danışıq adlanır. Yəni, lakonikadakı kimi biz demişdik axı ki, burada ilk əvvəl Cənubi Yunanistanın Lakonika vilayətini işğal etmişdirlər və burada Sparta şəhərini yaratmışdılar. Yəni, bu danışıq ərazinin adına uyğundur. Yunan koloniyalarına biz Spartada demişdik ki, onlar koloniyalar salmamışdılar. Gərək baxaq görək koloniyalar nə deməkdir? Demos və zədəganlar arasında mübarizələr, əkinə yararlı torpaqların azlığı onların ölkəni tərk etməsinə məcbur edirdi. Aralıq dənizi və Qara dəniz sahillərində məskənlər, koloniyalar yaradırdılar. Bu koloniyaların yaradılması eramızdan əvvəl 8-ci əsrdən eramızdan əvvəl 6-cı əsrləri əhatə edən bir dövrdə Qafqazdan İspaniyaya koloniyalar yaradılmışdı. Yunan koloniyalarının yaranması ilə Yunanlar öz mədəniyyətlərini və siyasi ideyalarını Aralıq dənizinə yaymışdırlar. Koloniyalar ticarətin və sənətkarlığın inkişafına səbəb oldu və burada yeni varlı şəxslər qrupu yarandı və bu yeni yaranan varlı şəxslər qrupu siyasi hakimiyyətdə təmsil olunmaq üçün hakim aristokratlarla mübarizəyə başladılar. Hər bir koloniya ayrıca şəhər dövlət idi. Yunanlar harada məskunlaşmasından asılı olmayaraq özlərini vahid xalq hesab edirdilər. Onlar özlərini ellinlər, vətənlərini Ellada adlandırırdılar. Ellinləri ümumi dil, adət-ənənə, din və vahid yazı birləşdirirdi. İndi isə keçək Yunan-Əhəməni müharibələrinə.
Kiçik Asiyanın, indiki Türkiyə ərazisidir, Yunan şəhərləri Əhəməni imperiyasına tabe edilmişdi. Eramızdan əvvəl 5-ci əsrin əvvəlində Yunan şəhər dövlətləri üsyan qaldırdılar və Afinanın üsyançılara kömək etməsi Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb oldu. 1-ci Dara Kiçik Asiyadakı Yunan şəhər dövlətlərini və Egey dənizindəki adaları özünə tabe etdi. Eramızdan əvvəl 490-da Marafon döyüşü baş verdi, Əhəmənilər məğlub oldular. Eramızdan əvvəl 480-ci il döyüşündə isə Əhəmənilər Şimali Yunanistana daxil oldular və bu döyüşdə Sparta hökmdarı Leonid iştirak etmişdir. Amma xəyanət nəticəsində məğlub oldular, geri çəkilməyə məcbur oldular. 300 Spartalı Leonidlə birlikdə həlak oldu və Əhəmənilər Orta Yunanistanı tutdular. Marafonda Əhəmənilər məğlub oldu. Eramızdan əvvəl 480 döyüşündə isə Əhəmənilər qalib gəldi. Marafon yarışı anlayışı da, elə qaçışı da buradan Marafon döyüşündən yaranıb ki, Marafondakı qələbəni 42 kilometr qaçaraq çatdırmışdı, amma ondan sonra ürəyi partlayıb ölmüşdü. Bu da əbədiləşdirmək üçün Marafon qaçışı yaranıb. Eramızdan əvvəl 480-ci ildə Salamin döyüşü baş verdi. Burada isə Yunanlar qalib gəldilər. Bir il sonra, yəni eramızdan əvvəl 479-cu ildə Yunanlar Əhəmənləri ölkədən qovdular, amma dəniz döyüşləri 30 il davam etdi. Və Yunan şəhər dövlətləri öz aralarında ittifaq bağladılar və buna Afina strategləri başçılıq edirdi və Afina dəniz ittifaqı yarandı və Əhəməni ordusunu məğlub etdi. Və sonda sülh bağlandı və bağlanmış sülhə görə Yunan-Əhəməni müharibələrinin nəticələrində Əhəməni dövləti Egey dənizi adalarında və Kiçik Asiyada Yunan şəhərlərinin müstəqilliyini tanıdı. Onun hərbi donanması Egey dənizində üzmək qadağan edildi. Yunanlar Aralıq dənizi hövzəsində ən qüdrətli dövlətə çevrildilər və dəniz sahibləri adlandılar. Çoxlu qənimət əldə edildi. Minlərlə adam qul kimi satıldı və burada qulları insan ayaqlı adlandırırlar. Misirdə canlı ölülər, Hindistanda yad düşmən, Yunanistanda da insan ayaqlılar. Hakimiyyət uğrunda mübarizə nəticəsində yoxsul vətəndaşların hüquqları xeyli artdı. Onlar indi bütün vəzifələri tuta bilərdilər, vəzifəyə görə əmək haqqı verilirdi. Periklin dövrü Afinada quldarlıq demokratiyasının ən yüksək inkişaf dövrü adlanır. Artıq eramızdan əvvəl 6-cı əsrdən demişdik, xalq yığıncağı idi, ali orqan. Xalq yığıncağında qanunlar qəbul edilir, müharibə və sülh məsələləri həll edilirdi. Strateq və xəzinədar da yığıncaqda iştirak edirdi. Xalq yığıncağında 20 yaşına çatmış vətəndaşlar iştirak edə bilərdilər. Buna da diqqət edirik. Və bu idarə etmə demokratiya, demosun, xalqın hakimiyyəti adlanırdı. Yunan-Əhəməni müharibəsində yoxsul vətəndaşların orduda fəal iştirakı onların ictimai mövqeyinə təsir etdi. Eramızdan əvvəl 5-ci əsrin ikinci yarısında Periklin hakimiyyəti dövründə bütün Afina vətəndaşları idarə etmədə iştirakçı genişləndi və hər bir vətəndaş istənilən vəzifəni tuta bilərdi. Ona görə də dediyimiz kimi quldarlıq demokratiyasının çiçəklənmə dövrüdür. Periklin gördüyü tədbirlərə gəldikdə isə yoxsul vətəndaşlara taxıl və pul yardımı edildi. Vətən uğrunda həlak olanların ailələri, yetim uşaqlar, qocalar və əlillər dövlət tərəfindən himayə olundu. Yoxsulların dövlət vəzifələrində çalışa bilmələri üçün əmək haqqı verilirdi. İndi gələk Yunanistan mədəniyyətinə. Tamaşalar qururdular Yunan tanrıları Dionisin şərəfinə. Eramızdan əvvəl 5-ci əsrin sonunda teatrlar yarandı. Teatr Yunan dilində tamaşa yeri deməkdir. İlk Yunan piyesinin müəllifi isə Esxil idi. Yunanların dini inancları çox tanrılı idi.
Onların tanrıları Olimp dağlarında yaşayırdılar. Yunanların baş tanrısı Zevs idi. Biz bunları, məsələn, Azərbaycan tarixində keçəndə də Azərbaycanda, Albaniyada əsasən bu tanrılara inamı qeyd etmişdik. Ən yaxşı məktəblər Afinada idi. Azad insanların övladları bu məktəbə gedirdilər. Stil adlanan çubuq var idi. Yunan əlifbası nəticəsində Latın və Kiril əlifbaları yaranmışdı və məktəbdə Homerin İlyada və Odiseya poemalarını əzbərləyirdilər. Keçək bu dövrün alimlərinə. Demokrit dünyanın kiçik, ən xırda zərrəciklərdən, atomlardan ibarət olduğunu söyləmişdir. Hipokrat təliminə görə həkim xəstəliyə qalib gəlməkdə xəstəyə köməklik etməli idi. Aristotel bütün elmi bilikləri ayrı-ayrı sahələrə bölərək onlara botanika, fizika və s. adlar vermişdir. Herodot da eramızdan əvvəl 5-ci əsrdə tarix elminin əsasını qoymuşdur. Yunan Əhəməni müharibələrindən yazmışdır. Hətta burada Yunanistan, Ön Asiya, Misir və Azərbaycan haqqında öyrənmək olar. Herodotu tarixin atası adlandırırlar. Gələk indi Yunan elminin mərkəzlərinə. İlk mərkəzi Milet şəhəri olmuşdur. İlahi Afinanın şərəfinə Parfenon məbədi inşa edilmişdir. Parfenonda heykəltaraş Fidi və İlahi Afinanın 12 metrlik heykəlini düzəltmişdi. Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildən keçirilir. Peloponnesdəki Olimpiya şəhərində 4 ildən birdir və burada şəhərin mərkəzində Fidi tərəfindən Zevsin heykəli düzəldilmişdi. Bu oyunlar, yəni Olimpiya oyunları, müharibələr, bu oyunların keçirilmə vaxtı müharibələr dayandırılırdı. Xəritədə Yunan şəhər dövlətlərinə baxsaq, ən birincisi biz Krit mədəniyyətinin adını çəkdik. Krit burada adadır. Sonra biz Afina şəhərinin adını çəkdik. Afinanın və bu da Spartanın yerləşdiyi ərazidir. Bu xəritədə isə yenə Yunanistan ərazisi burada qeyd edilibdir. Koloniyalarda diqqət etsək, bu yaşıl rəngdə verilmiş ərazilərdir. Ki, Qafqazdan İspaniyaya diqqət etsəniz, bu ərazilərdə Qaradəniz sahillərində Yunan koloniyalarının olmağını qeyd etdik. İndi isə gələk Makedoniyaya, o da Balkan yarımadasında yerləşir. Afina-Sparta müharibəsi Əhəmənilər üzərində dedik ki, Afina-Sparta müharibəsindən əvvəl Yunan Əhəməni müharibələri olub və burada Yunanlar qalib gəldilər. Yunan Əhəməni müharibələrində Yunanlar qalib gəldilər və iki güclü şəhər olan Afina-Sparta artıq rəqib düşərgələrə bölündülər. Bu mübarizənin səbəblərindən biri Afina demokratiyası ilə Sparta oliqarxiyası arasında ziddiyyətlər idi. Afina-Sparta müharibəsi eramızdan əvvəl 431-404-cü illərdə oldu və Afina məğlub oldu. Yunan şəhər dövlətlərinin arasındakı bu ziddiyyətlər isə onları zəiflətdi və bundan da Makedoniya təbii ki istifadə etdi. Makedoniya Yunanistanın şimalında yerləşir. Diqqət etsək, Yunanistan buradadırsa, Makedoniya da buradadır. Digər xəritədə də onu geniş şəkildə göstərəcək. Paytaxtı Pella şəhəri idi. 2-ci Filippin dövründə güclü dövrü idi.
və Yunan şəhər dövlətlərini ələ keçirdi və eramızdan əvvəl 338-ci ildə Xeyroneia döyüşü baş verdi. Spartadan başqa digərlərinin azadlığına son qoydu, lakin onlar öz daxili idarəsini saxladılar. İkinci Filip sui-qəsd nəticəsində öləndən sonra hakimiyyətə onun 20 yaşlı oğlu İskəndər gəldi. Eramızdan əvvəl 336, eramızdan əvvəl 323-cü illərdə Makedoniyalı İskəndər Suriya, Fələstini, Misri ələ keçirdi. Əhəmənilərə qalib gəldikdən sonra Misrə hücum edib. Bu eramızdan əvvəl 334-də Qranik döyüşü nəzərdə tutulur. Qranik İs döyüşlərindən sonra eramızdan əvvəl 332-ci ildə isə Misri ələ keçiribdi. Döyüşsüz tabe edibdi. Kahinlər onu Tanrı Firon adlandırıblar. Sonra Mesopotamiyaya yürüş etdi. Burada Əhəmənilərlə eramızdan əvvəl 331-də Qavqamela döyüşü baş verdi. Əhəmənilər məğlub oldu. Biz bunu Azərbaycan tarixində də keçmişik. Eramızdan əvvəl 330-cu ildə 3-cü Dar öldürüldü. Əhəməni imperiyası süqut etdi. Eramızdan əvvəl 320-də biz bunu Hindistan mövzusunda da qeyd etdik. Hindistana yürüşü oldu. Hindistanın şimal-qərbini tutdu, amma əskərlərin yorulması ilə geri qayıtdı. İskəndərin dövründə dövlət imperiyaya çevrildi və imperiya çevriləndə paytaxtı Babil şəhəri oldu və ərazisi Balkan yarımadasından Hind çayına qədər uzanırdı. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin ölümündən sonra imperiyası Misir, Suriya, Makedoniyaya parçalandı. Azərbaycanda isə Atropatena, Albaniya dövlətləri yaranmış oldu. Yaranan dövlətləri sərkərdələr idarə edildilər. Biz də dedik ki, bir dənə yerli olan Atropatenada idi ki, Atropat idarə edirdi. Və yerli əhalidən olan quldarlar Yunanlara oxşamağa çalışırdılar. Onların dilini öyrənir, adətlərini qəbul edirdilər. Beləliklə, şərq ölkələrində elm mədəniyyəti yayıldı. Biz bunu Atropatenada, Albaniyada da qeyd etdik. Yunan mədəniyyəti Asiya ölkələrinə yayıldı və ordu hakimiyyətini gücləndirmək üçün şəhərlər salır və Makedoniya döyüşçülərindən ibarət dəstələr yer. Və bu şəhərlərin çoxu İskəndəriyyə adlanırdı. İskəndəriyyə şəhəri Misir Patriarxlığının paytaxtına çevrilmişdi. Aralıq dənizində ən böyük şəhərlərdən idi. Orada 140 metrlik mayak da tikilmişdi. İskəndərin kitabxanasında Evklid, Arximed kimi alimlər fəaliyyət göstərmişdir. Makedoniya imperiyasına xəritədə baxsaq, Makedoniya dedik Balkan yarımadasında idi. İlk paytaxtı Pella şəhəri idi. Bu gedişat isə Makedoniyalı İskəndərin hücum xəttini göstərir ki, burada məsələn Qranik döyüşü baş verdi 334-də, sonradan 333-də İs döyüşü baş verdi, Misrə gəldi eramızdan əvvəl 332-də, oradan Mesopotamiyaya gəlib Qavqamela döyüşü baş verdi 331-də, Mesopotamiya ərazisini tutduqdan sonra Hindistana gəldi. Eramızdan əvvəl 327-də onun döyüş xəttini göstərir. Yunanistan mövzusu və Makedoniya haqqında da bu qədər.